özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala inşallah bizləri təqvalı bəndələrindən qərar versin. Bizim ardıcıl olaraq artıq neçə cümədir mövzularımız əxlaqi mövzudadır və bu əxlaqi mövzular həm bizim dünyamıza təsir göstərir, həm axirətimizə təsir göstərir. Əxlaq bu günləri cəmiyyətdə ən önəmli məsələlərdən biridir, hansı ki, bu günləri az təbliğ olunan mövzulardan biridir. O cümlədən biz artıq bir neçə əxlaqi mövzulara işarə etmişik. Bunlardan biri bu günləri danışacağıq, başqalarının barəsində yaxşılıq istəmək. Başqalarına yaxşılıq istəmək. Buna xeyirxahlıq da demək olar. Xeyir istəmək, yaxşılıq istəmək başqaları üçün. Hansı ki, baxsaq bu günləri bizim 10 vacib əməldən ikisi budur. Əmr bil məruf, yaxşılığa dəvət etmək. Nəhi anil münkər, pislikdən çəkindirmək. Elə bu özü də başqaları üçün bir şey istəməkdir. Diqqət etsək, bu xüsusiyyət Peyğəmbəri xüsusiyyətdir. Həzrəti Peyğəmbər sallavatullahın həyatına diqqət etsək, görərik ki, Peyğəmbərdə belə bir xüsusiyyət var idi ki, hətta nəinki başqalarına yaxşılıq istəmək, hətta Peyğəmbər bu cür idi ki, özündən də üstün tuturdu. Özündən də üstün tuturdu. Quran-ı Kərimin ayəsi yaxud ayələri Peyğəmbərin bu xüsusiyyətinə açıq dəlildir. Allah Taala Quran-ı Kərimdə Peyğəmbər sallavatullaha buyurur ki, Peyğəmbər kədərlənməginə, kimin barəsində kədərlənmə? Yusari'unə fil kufr, surətlə küfrə gedənlər, surətlə küfrə tərəf gedənlər barəsində kədərlənməginə. Yəni, Peyğəmbər ayədən görsənir ki, onların sözündən, əməlindən, iman getirməməklərindən Peyğəmbər təsirlənirdi ki, görəsən, onlar nə üçün iman getirmirlər? Hətta onlar ki, müşriklər Peyğəmbər sallavatullahla müharibə edirdilər və müharibədən sonra Peyğəmbər onların cənazələrinin kənarında gəzərək belə bir söz deyirdi. Deyirdi ki, bir la ilahə illallah kəlməsi demək sizin üçün məgər çətin idi? Bir la ilahə illallah kəlməsinə görə nə üçün bizimlə müharibə edirdiniz? Nə üçün bizimlə döyüşürdünüz? Həzrəti Peyğəmbər sallavatullahın həyatına diqqət etsək, bunun misalında çox hallar baş verib. O cümlədən Quran-ı Kərimdə Həşr surəsində Allah Taala Mədinə cəmaatının xüsusiyyətlərini göstərir. Deyir, Mədinə şəhərinin cəmaatının belə bir xüsusiyyətləri var. Allah Taala buyurur ki, onlar başqalarını özlərindən daha üstün görürdülər. وَلَوْ كَانَ بِهِمْ خَسَاسَةٌ, baxmayaraq özlərinin ona daha ehtiyacı var idi. Özlərinin ehtiyacı olduğu zaman digərlərini özlərindən daha öndə görürdülər, daha əvvəl görürdülər. Və həqiqətən İslam dininin göstərdiyi məsələlərdən biri budur ki, göstərişlərindən biri budur ki, insanlar barəsində daim xoşgümanda olmaq, insanların xeyrini istəmək. Hətta baxsaq, görərik ki, tarixdə Peyğəmbər sallavatullahdan sonra imamların həyatında da bu cür idi. İmamlar insanlar arasında fərq qoymurdular və hətta onunla, imamlarla müharibə edən insanlar barəsində imam yenə də güzəşt edirdi. Yenə də onlara kompromisə gedirdi, yenə də onlara əhv edirdi və müəyyən işlərdə imam yenə səbr eləyirdi. Hətta döyüşlərin birində İmam Əli əleyhissalam, hansı ki, İslam tarixinə baxsaq, Peyğəmbər sallavatullahın, imamların zamanında olan müharibələrin
böyük əksəriyyəti müdafiə xarakteri daşıyır. Heç birində hücum yoxdur. Heç birində hücum yoxdur. Heç kəsin rahat olan vəziyyətdə getirib onlara hücum eləməyiblər. Bu günləri bəziləri İslam dininin əleyhinə danışanda deyirlər ki, İslam dinində müharibələr olub. O müharibələr müdafiə xarakterli olub. Düşmən hücum eləyib, müsəlmanlar da özlərini müdafiə ediblər. İmam Əli əleyhissalam həmin müharibələrdə baxırıq, görürük ki, müharibəyə başlamır. Bəzi sahabələrindən, İmam Əlinin sahabələrindən deyirlər ki, əgər qorxursan, müharibəyə başlamırsan. İmam Əli əleyhissalam hansı döyüşlərdir ki, Peyğəmbər sallavatullahla birlikdə olub və ilk meydana qoşulanlardan olub. İmam Əli əleyhissalam həmin döyüşlərdən danışır ki, Xeybər qalasının fəthi, Xəndək döyüşündə Əmr ibn Əbdəbidlə döyüşmək, Uhud döyüşündə hamı Peyğəmbər sallavatullahı tərk etdiyi zaman biz Peyğəmbərlə birlikdə idik və sair və ilaxir. İmam Əli əleyhissalamdan soruşanda ki, bəs sən nə üçün döyüşə başlamırsan? İmam buyurur ki, bəlkə onlardan kimsə hidayət olar. Bəlkə onlar müharibəni tərk eləyərlər. Bəlkə onlar döyüşməzlər bizimlə. Və baxsaq, İmam Əli əleyhissalamdan sonraki imamlar da bu cür. İmam Həsən də bu cür. İmam Hüseyn əleyhissalam o hansı ki, bayaq da biz qeyd elədik, Kərbəla tarixindən bir neçə nümunələrdən biri budur ki, onlar ki, İmam Hüseyn əleyhissalamın qarşısını almağa gəliblər, İmam Hüseynlə müharibəyə gəliblər, İmam Hüseyn əleyhissalam onların özlərinə də su verir, hətta atlarına da su vermək üçün İmam Hüseyn əleyhissalam tapşırıq verir ki, onlara bu cür köməkliyi göstərsinlər. Hansı ki, qarşı tərəf çox sərtdir, qarşı tərəf imama imkan vermir, amma imam öz məramını göstərir, imam öz ədəbini göstərir, imam öz əxlaqını göstərir və həqiqətən Quran-ı Kərimdə də Allah Taala bir sıra yaxşılıqlar barəsində buyurur ki, lən tənəlul birrə. Allah Taala buyurur ki, yaxşılıqlardan hesab olunmaz. Lən tənəlul birrə. Hətta o vaxta qədər ki, öz xoşunuza gələn şeylərdən verin. Nədən ki, özünüz istəyirsiniz, nədən ki, özünüz yeyirsiniz, içirsiniz, onlardan verin. Cəmaata sədəqə verəndə, köməkliyi göstərəndə öz yediklərinizdən köməkliyi göstərin. Öz giydiklərinizdən köməkliyi göstərin. Yəni, o bəzən israf barəsində biz danışan zaman deyirik ki, israf nədir? İsraf o deyir ki, sən yediyin artığını başqasına verməlisən. Yox, sən öz yediyindən başqasına ver. Ayələrdə Allah Taala buyurur ki, öz ruzilərindən, öz yediklərindən başqaları ilə bölüşürlər. Və İslam dini də elə bu cür müsəlman, bu cür mömin görməyi arzu edir və bu günləri baxsaq, görərik ki, Quran-ı Kərimin ayələrində, Peyğəmbər və onun əhl-i-beytinin kəlamlarında həqiqətən insanlara tövsiyə olur ki, bax, bu cür mömin olmaq lazımdır. Əhl-i-beyt dostları da bu cürdür. İmam Əli əleyhissalamın tərəfdarlarının xüsusiyyətlərində də bu cür qeyd olunur. Deyir, onlar o kəslərdilər ki, başqalarına da yaxşılıq arzu edirlər və Allah Taala'dan duamız budur ki, inşallah bizləri o həmin bəndələrdən qərar versin. Allah Taala bütün bəndələrinə xeyir, bərəkət, gözəl dualar, gözəl nəsiblər qismət etsin inşallah. Allah Taala'nı and veririk öz böyüklüyü xatirinə. Allah Taala bizləri bəndəlikdən kənar etməsin. Allah Taala bu cümələr hörmətinə günahlarımızı əfv edib, tövbələrimizi qəbul etsin. Allah Taala bizi sadiq bəndələrindən qərar versin. Allah Taala dünya və axirətimizi salamat etsin. Allah Taala cümləmizin aqibətini xeyirli etsin. Allah Taala qəlbimizi Quran nuru ilə, iman nuru ilə, Peyğəmbər
və ali Peyğəmbər sevgisi nuru ilə münəvvər etsin. Allah Teala zəmanəmizin imamının zuhuru üçün bizi hazır olanlardan qərar versin. Ardıcıl dualarımızı, salam, salavatlarımızı İmam Zaman əleyhissalama çatdırsın. Allah Teala qazilərimizə və bütün xəstələrə tezliklə şəfa və səbir inayət etsin. Allah Teala şəhidlərimizin məqamını âli etsin. Allah Teala şəhidlərimizi rəhmət etsin. Allah Teala hərbiçilərimizi, əskərlərimizi, vətənimizi, torpağımızı, elimizi, obamızı qoruyanları öz nuru ilə hifz etsin. Allah Teala xalqımızın, dinimizin, ümmətimizin düşmənlərini məhv nabud etsin. Allah Teala yer üzündə fəsad törədənləri, haqsız yerə günahsız insanları qətlə yetirənləri layiqli cəzalarına çatdırsın. Allah Teala müsəlmanlar arasında vəhdət, birlik, səmimiyyət, mehribançılıq qərar versin. Allah Teala ən gözəl, ən xeyirli duaları bizim və bütün müsəlmanların barəsində qəbul etsin. İnşallah. Dualarımızın qəbul olmasına xatir Peyğəmbər və Ali Peyğəmbər haqqında 3 dəfə salavat zikr edək.